Bir müəllim, ibtidai sinif müəllimi uşağı lövhəyə çıxardır və uşaq dərsi oxumayıb deyə uşağı vurur. Təhqir edir uşaqların Mənə də içərisində. vurublar. İncimişəm, istəmişəm müəllimə. Amma mənim qabağıma ala bilməyiblər bu ilə. Yəni biz o uşaqları istedadın itirmirik. qabağı alınmaz. Heç nə itirilməz. Axı o müəllimliklə bağlı, o uşağın həyata baxışı ilə bağlı bir çox şeylər zədələnə bilir. Valla zədələnmək, travmatiklik falan, bu da hamısı neoliberal baxışların yaratdığı şey deyil, həyata konsepsiyadır. Yıxılanı itələ deyirdi Nietzsche. Çünki kimin ki gücü var o qalxacaq. Mütləq qalxacaq. Əksinə və ya Nietzsche'nin başqa sözü var idi ki, deyir, məni öldürməyən təzyiq məni daha güclü eləyir. Ona görə də bu müqavimət də bilirsiniz, pomidor şitilliyində palıd ağacı yetişdirənməzsən. Palıd ağacı küləklərin altında yetişməlidir ki, onun kökləri dərinə getsin. Bu negativ hadisələr ki, bizim həyatımızda olur, uşaq həyatımızda olur. Bunları biraz çox şişirdirlər, travmatikləşdirirlər. Bunlar normal təcrübədir və şərqliyə görə də yer üzü heç vaxt Allahsız deyil. Allah həmişə insanların yolları ilə aparır, onlara da himayə eləyir. Bir insanın içində bir şey varsa, onu mütləq aşkara çıxaracaqdır. Amma biz cəmiyyət olaraq nə edə bilərik də? Bizim işimiz nədir? Biz Allahlıq iddiasına düşməməliyik. Biz ədalətli yardımçılar olmalıyıq.